Tünd qara şriflə verilmiş cümlə ilə bağlı hansı fikir doğrudur? Mətndə tünd qara şriflə verilmiş cümləmiz budur ki, bundan başqa mollyusklar soyuğa necə dözürlər? Əslində bu mətndə mollyusklardan danışılmır. Burada sadəcə qeyd olunur ki, balıq qulağı mollyuskun yuvasıdır. Qalan hissələrin hər biri balıq qulağı və ondan gələn səsin araşdırılması ilə bağlıdır. Ona görə də məhz həmin sualın mətnin məzmununa uyğunsuzluğunu görürük. Düzgün cavabımız da bu olacaq ki, tərkib hissələri arasında əlaqəni pozur. Yəni, nə o sualın biz açıqlamasını görmürük, nə də o sual mətnin məzmununa uyğun deyildi. Sırf mollyusklara aid bir sual idi. Məsəl üçün, digər abzaslarda bu suala aydınlıq gətirilir, xeyr, gətirilmir. Konkret məlumat da bildirilmir. Sual verir ki, soyuğa necə dözürlər. E, Birinci abzasda verilsə əlaqə pozulmaz. Pozular, çünki birinci abzasda mollyusklardan danışılmır. Balıq qulağının insanlarda yaratdığı təəssüratlardan danışılır. Tərkib hissələri arasında əlaqə yaradır fikri də səhvdir, əlaqəni pozan cümlədir.